Bugün çöldə oturacağım. Heç kim yoxdur. Uşaqlar evdədir. Mən tək çıxdım. Yemək pişirdim. Vaqifə yedizdirdim. Sarxan özü yemək yedi. Və ona deyirəm ki, oturun evdə. Yəni çıxmayın çölə. Qoy bir dənə mən qəşəng postumu çəkim. Bir neçə günlərdir mən heç nə çəkmirdim. Qoy bir dənə çəkim. Oturun bir yaxşı baş üstə. Su. Özdə ilıq su. 2 dənə sardelka. Salat. Püre. Burada biraz qribnoy sous və lavaş. Mən onlara yemək qoyana qədər, yedizdirənə qədər hər şey oldu. Bum buz. Yox, sadirkalar bəz babatdır. Bu daha çox kapçona kalbasaya oxşur. Deyim ki, sadirkadır. Yox. Kapçona kalbaskadır. Bəlkə bunun kalbasa kimi yeməyə lazımdır. Kim yedi deyin. Necədir? Dünən almışam. Rahatda almışam bu sadirkaları. 21 manata. Tamam. Özümə söz verdim ki, tez çeynəyib udmayacağam. Mütləq belə. Şad xəbər olarsınız. Mənim Instagramım açıldı. Bir gün. Mən orada ad kodunu düz basmamışam və getdim. Məndə indi qaloçkaya görə hər şey daha möhkəm yoxlanır da. Düz yazmadım, yazıblar ki, kimsə girmək istəyir sizin Instagramınıza. Mən idim özüm. Prosta başqa adamın telefonundan. Başa düşdünüz? Все. Недолго шла диета. Bir şey orada, ben burada. Bunlar ömürlü dostlarımdır. Siz bilirsiniz. Ben dost olarak da yaxşı dostum. Bax, mənim dostlarımdan soruşun. Benim 2 dənə padruqam var. Bundan qabaq çox padruqalarım olub. Bəzi sözlərinə görə onları rədd eləmişəm. Özüm. Onlar mənə yox. Çünki bəzi sözlərinə görə xoşum gəlmir. Mən sözləri bağışlamıram da. Deyirlər, amma sözlərini bağışlaya bilmirəm. Görürəm ki, hansı nito söz deyib. Baxır, nə kontekstdə deyib də. Все. Müəllif deyil, rədd edirəm. Amma mənim gülüçkam var və məkişim var. İkisi ilə də padruqalıq edirəm. Onlar mənim qədrimi bilirlər, başa düşdünüz? Mənim üçün də əsas odur ki, mənim qədrimi bilsinlər. Mən də onların qədrini bilirəm. Bunu ucu yemirəm, doydum. Mədəm yığılıb da. Mən axırı vaxtlar az yemişəm ağa. Ucu все. Как вы можете увидеть, я не ем лук.
Bunu görmüyorsunuz. Əvvəlki kimi soğan yemirəm. Все. Mən doydum. Allah çok şükür. Sen de yedin. Bakın. Size göstereyim. Görürsünüz. Bu ucu başqasıdır. Yedi. Orada mən həmişə çaşqa qoyuram. Çaşqa qoyuram ki, yesinlər də. Və məndə evdə nə artıq nə var. Hamısını atıram ora. Pomimo того, gündə 2 dəfə korm qoyuram ora. Çaşqaları var, korm qoyuram. Burada bir dənə yaşayır, o da rıj pişik, görmürsünüz onu. Kör balaca pişik idi bu boyda. Amma mən onu elədim, topuş, gözlər, göyçək, su. Hələ deyirdim ki, belə rıj pişiyi sevmirəm də mən. Görəsə o necə ola bilər? Mən xoşlayıram, çok püplüsündə olsun və gözləri böyük olsun. Belə pişikləri sevirəm də, özüm kimi də. Hoşum, amma bu pişik belə deyildi. Uzun sof sifəti var idi. Mən də uzun sof sifətləri xoşlamıram. Burunları da uzun olsun da. Hər şey belə xoşlayıram. Qısa. Bu uzun sof sifətdən, bu eybəcər pişikdən oldu göyçək, gözəl pişik. Çox qəşəng olub da. Çox neydi? Çox qəşəng olub, çox qəşəng, super. Оказывается, xalyonu viddə biz özümüz sala bilərik və özümüzü çıxarda bilərik. İnsanları, həm də pişikləri. Əsas odur ki, gündəlik yemək olsun. Həm insanda, həm pişikdə və rahat yatmaq olsun. İnsan üçün bilirsiniz də, əgər insan cavan qalmaq istəyir və gözəl, tərəvətli qalmaq istəyir, normal pitaniya olmalıdır, bütün günü fast food yox və əsas odur ki, yatmaq olmalıdır. Yaxşı yatmaq olmalıdır, yatmalısan. Doyunca yatmalısan. Əgər sənin yuxun yaxşı deyilsə, narahat yatırsansa, dərin də pis olacaq, mədən də pis işləyəcək, hər şey. Ona görə, yəni, mənə elə gəlir ki, əsas yuxudur və yeməkdir, düzgün yemək. Məndə düzgün yemək yoxdur o heç. Nə istəyirəm, onu da yeyirəm, amma yatmaq. Mən özümü, məsələn, mən saat 3-də yatıram gecə, ondan tez yata bilmirəm də, yəni yuxum gəlmir, həm də seriala baxıram. Və saat 10-da, 11-də dururam da, bu babatdır, normamı yığıram. Elə insanlar var ki, gecə 4-də, 3-də yatırlar və səhər 8-də dururlar. Bu normal deyil axı əslində. Məsələn, rayonda olanda, o indi bomba kimi, gəldiyi saat 1-də uca yatdıq, 2-nin yarısı və səhər 8-də durduq. Düzdür, çox qəşəng idi və orada yorğunçuluq hiss eləmirsən də. Çünki gəzirsən, eləyirsən, ölürsən yuxu üçün, yatmaq istəyirsən gecə vaxtı. Neysə, belə təkrar getdi yeməyə. Bunları atıram, sadırkanı da qoyuram. Bəlkə kimsə yedi. Bəyənmədim, yəni sadırkanın belə bir kapçona kalbasadır. Elə bir ki, 10 baldan 2 bal qoya bilsən böyük bir şeydir. Almayın, xoşum gəlmədi. Belə də normal. Sadırka olur, dişləyirsən, partlayır, başa düşürsünüz. Bu belə deyil. Hoşum, belə qızlar, öpürəm sizi. Sağ olun, salamat qalın. Yəqin ki, bu post sizin üçün maraqlı oldu. Həmişəki kimi çox danışdım. Siz bilirsiniz ki, mən çox danışanam. Və arada bir dil otu yeyirəm. Məndə belədir, o xasiyyətin asılıdır da, beləyəm. Öpürəm sizi, sağ olun.